gün sizə Erim kitabından olan 7-ci sinifə aid Kesiqə 4 mətnin izahını verəcəm. Xüsusilə də 7-ci sinif şagirdləri BSQ-yə, Kesiqəyə hazırlaşan zaman, yəni bu kitabdakı mənbələrdən istifadə edə bilərlər. Və mən həmin o testlərdən birinin izahını sizə verəcəm. Deməli, başladıq. Sözləri qoşularaq müxtəlif məna çaları yaradan köməkçi iksəs aidindəki qoşmadır. Aid məxsus haqqında barədə qoşmalar hansı məna növündədir və hansı halda olan sözlərə qoşulur? Əlbəttə ki, aidlik bildirir. Yönlük və yiyəlik hala. Deyirəm ki, sənə aid, sənə məxsus, sənin haqqında. Baxın, deyirəm ki, sənə aid. Yönlük hala, sənin haqqında. Yiyəlik hala və aidlik məzmunluq bildirir. Aidlik bildirir. Qoşmalar ismin hansı halında olan sözlərə qoşulmur? Qoşmalar ismin təsirlik və beləyirlik və təsirlik halında olan sözlərə qoşula bilmir. Sonra təkcəli qoşmalar sözlərə bitişik yazılır. Bu qaydaya aid olmayan qoşmanın işlərini. Bu qaydaya aid olmayan qoşulma bilirik ki, xasdır. Onlar hesabladılar ki, Sirus ikinci dəfə görünənə dək. Xeyr, bu ümumiyyətcə bu deyil. Qoşma bitişik yazılır. Bu qaydaya aid olmayan. Onsuz burada bitişik yazılıb. Monqollar Gəncəni işğal edənə dək. Burada da deyil. Balaca səhərəcən. Burada bitişik yazılıb. Yol boyunca, yol boyu ilə. Burada da bitişik yazılıb. Deməli, Monqollar burada balaca aza təbiətinə xas. Göz xas təkcəli olsa da bitişik yazılmayıb. Ona görə də düzgün cavab C variantıdır. Sonra keçək. Ca qoşmasının sinonim kimi işlənə bilən qoşmaları müəyyən edin. Ca deyirik ki, nəyinə işlənir? Ca işlənir qədərlə. Ca işlənir görəklə. Ca işlənir iləklə. Qədər, görək, iləklə işlənir. Cümlənin birində zid anlayışları bağlayan bağlayıcıdan əvvəl vergül qoyulur. Zid anlayışları nədir? Yəni, amma, ancaq, lakin. Zid anları anlayışlar. Lakin əsas bu idi ki, o xilas olmuşdur. Adam peşman olmuşdur, ancaq işi işdən keçmişdir. Elə deməli budur. Deməli, zid anlayışlar. Yəni, adam peşman olub, amma iş işdən keçib. Yəni, hər iki tərəfdəki mövzu, məzmun bir-birinə ziddir. Amma, ancaq, lakin də belə olur. Zid anlayışı. Deyirəm, mən dedim, amma o eşitmədi. Yəni, mən dediyimə zid hərəkət elədi. Biri quruluşuna görə digərlərindən fərqlidir. Quruluşuna görə digərlərindən fərqlidir deyirsə, biz burada nəinki, halbuki, hərçənd, nəinki, halbuki, hərgə, habilə. Burada hərçənddir, hərçənd sadədir. Səhvi müəyyən edin. Çünki ona görə ki, səbəbdir, düzdür. Yəni, məsələn, aydınlaşdırmadır, düzdür, tabisi ki, indiki aydınlaşdırmadır, tabellik. Deməli, hətta ha belə iştirakdır. Burada görürsünüz necə çaşdırırlar. Ki, indiki yox, ki, belə ki. Bu belə ki olmalıdır, aydınlaşdırmadır, tabellik. Ona görə düzgün cavab C-dir. Sonra, uyğunluğa əsasən düzgün cavabı müəyyən edin. Özündən əvvəl vergül qoyulur. Hansında özündən əvvəl vergül qoyulur? Deməli, çünki də özündən əvvəl, fəqət də özündən əvvəl vergül qoyulur. Sonra, deməli, 1-ə gedir A, B. 1-ə gedir A, B. Bir də o cümlədən özündən əvvəl vergül. 1-ə gedir A, B, Y. 2-yə də gedir özündən sonra vergül qoyulur. Belə ki də özündən sonra vergül qoyulur. Düzgün cavab C variantı. Sonra biri tabellik bağlayıcısı deyil. Hərgah madam ki, o səbəbə ki, nəinki. Deməli, biri tabellik bağlayıcısı. Deməli, tabellik bağlayıcısı deyil. Aha, nəinki tabellik bağlayıcısı deyil. Sonra mətni oxuyaq. Elmə gedən ən asan yol oxumaqdır. Məşhur bir mütəfəkkir gözəl deyib. Deməli, kitablar səssiz müəllimlərdir. Əslində, hər bir kitab bir müəllimdir. Bizlərə elm və öyrədir. Bircə dəqiqə ora tam düşməyib. Bizlərə elm və bir dəqiqə özürü hesab edin. Kitabda yanımdan baxın. Mən onu görüm o necədir. Aha, deməli, biz hansı testdə qalmışdıq? Ahmətində məşhur
elmə gedən yol biz kesiqa 4-ü eləyirik. Aha, deməli, məşhur bir mütəfəkkir gözəl deyib, kitablar səssiz müəllimlərdir. Əslində hər kitab bir müəllimdir. Bizlərə elm və bilik öyrədir. Keçmişdən bugünə bütün elm adamları elə bir sözü bir yerə qoyub, hamısı bir ağızdan öyrənmək ən faydalı və asan yol oxumaq olduğunu demişlər. Habelə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin müsahibələrinə onların kitab oxumağına nə qədər önəm verdiklərini şahid olurdu. Mütəxəssislər uğur qazanmaqdan ötürü kitab oxumağın mühüm rol oynadığını qeyd edirlər. Bəli, elm və ürfan öyrənməyin ən asan yolu oxumaqdır. Ona görə də insan daim elm öyrənməyi və öz üzərində işləməyi qarşısına məqsəd qoymalıdır. Çünki özünü təkmilləşdirməyən və inkişaf etdirməyən bir insan susuz qalmış ağac kimi qurumağa məhkumdur. Deməli, bizə nə deyir? Mətndəki boşluqlara uyğun gələn qoşmaların ardıcıllığını müəyyən edin. Mətndəki boşluqlar, deməli, bu günə dək, bura olacaq dək, sonra öyrənmək, bir yerə qoyub bir ağızdan öyrənmək ən faydalı, bir ağızdan öyrənmək, bir ağızdan öyrənmək. Bugünə kimi, gəlin buna bugünə kimi qoyaq. Bugünə dək də qoymaq olur, bugünə kimi də qoymaq olur. Deməli, sonra qoyub bir ağızdan öyrənmək ən faydalı olduğunu demişlər. Öyrənməyə görə öyrənməkdən ötürü ən faydalı yolun. Bir dəqiqə, buna bura görünmür deyə bizi incidir bu. Bugünə dək. Burada bugünə dəkdir. Bugünə dək.